Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox ləzzətli, dadlı, özünə məxsus dadı olan çuğundur salatı hazırladım. Qış vaxtı çox faydalıdır, xeyirlidir, bol vitaminlə zəngin olan bir salatdır. Və eyni zamanda baha başa gəlməyən bir salatdır. Adətən çuğundur alanda balaca çuğundur alıram. Niçin? Həm rəngi tünd olur və bundan hazırlanan xörək salatlar çox dadlı olur. Çuğunduru qoydum bişməyə. Amma çuğunduru çox bişirməyəcəm ki, salatı hazırlayanda salat əzilməsin. Çuğundur qaynara düşəndən sonra 40 dəqiqə keçib və mən bıçaqla belə yoxlayıram. Və bıçaq çox rahat çuğundurun içinə, yəni ki, belə daxil ola bilir. O deməkdir ki, artıq çuğundur hazırdır və mən videonun əvvəlinə vurğuladığım kimi çuğunduru çox bişirmirəm. Ona görə ki, bu salatın şərti odur ki, yəni ki, çuğundurun vitamini tərkibində qalsın. Və mən indi qazanın altını söndürürəm. Çuğundur bişib və mən onu tam soyduram. Hər bir tərəvəzin tərkibində özünə məxsus şəkəri var və nişastası. Siz bir dənə fikir verin, necə rahat soyulur. Ona görə ki, çuğundur tam bişib, soyub və bu çuğundurdan salat hazırlayanda artıq ehtimal yoxdur ki, o salat sulu olsun. Bişmiş soyuyan tərəvəzin soyulmağı da rahatdır və görünüşü də gözəldir. Bir dənə buna baxın. Mənə bu çuğundur tam bu cürünə lazım idi. Və başlayıram çuğunduru körkadan keçirtməyə. Bu salat əvvəllər ət maşından keçirilirdi. Çuğundur da, qoz da, sarımsaq da və bir vaxtı mən tanınmış bir kampaniyada çalışanda mən gördüm ki, bu salatı körkadan keçirdirlər və mənim çox xoşuma gəldi. Sadəcə olaraq bir dənə sarımsağı balaca körkadan keçirdirəm. Qozu mən blenderdan keçirtmişəm, amma çox xırda eləməmişəm. İrisi daha çoxdur və təsvir edin ki, bu salatı yeyəndə çuğunduru xoşlamayan belə adam bu salatı çox ləzzətlə nuş edir. Fikir verdiyiniz kimi müəyyən qozlar iri qalıb, problem deyil. Onu da bax belə sındırıram. Bir çimdik duz, mütləq duz olmalıdır. Çay qaşığının ucunda istiot, yəni bu ədviyyatlar mütləq olmalıdır. Və 2 xörək qaşığı şəkər. Və mən mayonez əlavə eləməmişdən əvvəl bütün ərzaqları qarışdırıram. Bizə lazımdır əlavə olunan ədviyyatı ayrılamaq. Belə qarışdırandan sonra dadına baxıram və əgər məni dadı qane elirsə, artıq mən mayonezi əlavə edirəm. Ən əvvəl 2 dolu xörək qaşığı mayonez əlavə elədim və qarışdırıram. Və yenə vurğulayıram, çuğundur sulu deyil deyənə mayonez biraz az oldu və mən 3-cü qaşıq mayonezi də əlavə eləyirəm. Yaxşıca qarışdırıram və çuğundur salatı artıq hazırdır. Siz bir dənə salatın görünüşünə baxın. Rəngi gözəl, qatılığı çox gözəl. Elə bilərsiniz ki, bir növ halvanı xatırladan bir qatılıqdır. Və artıq keçirəm salatımızın servis məqamına. Çuğundur salatını sizin ürəyiniz necə istəyirsə, elə də süfrəyə
qoya bilərsiniz. Mənim bu təqdimat daha çox xoşuma gəldi. Fikir olsun deyə mən bunu sizə videoda bax belə göstərirəm. Onu da xatırlamaq istəyirəm ki, bax bu saatı, bax bu cür yığdığım salat 4 nəfərli idi. Ümumi hazırladığım salat isə 16 nəfərlikdir. Salatın tərkibində qoz olduğundan mən bax bu cür gözəl qoz ləpəsi ilə salatı bəzəyirəm. Siz isə öz zövqünüzlə bu salatı bəzəyə bilərsiniz. Çox gözəldir. Siz nə edirsiniz? Video diqqətlə baxırsınız əvvəldən axıra qədər və əgər sizə bu salat baxandan sonra xoşunuza gəlirsə, siz nə edirsiniz? Bazarlıq eləyirsiniz, hazırlayırsınız və nuş eləyirsiniz və çox dadlı salatdır, möhtəşəmdir. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.